Prezident İlham Əliyev Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib. Türkistan şəhərinin Hazret Sultan beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Azərbaycan prezidentini Qazaxıstanın dövlət müşaviri Yerlan Karin, Türkistan vilayətinin hakimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşıladılar. Prezident İlham Əliyev Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edir. Dövlətimizin başçısını Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qarşıladı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev